Hər vaxtınız xeyir olsun. Bugün yumuşaq, çox ləzzətli sobada kotlet hazırlanmasını paylaşacağım. 1 ədəd yer kökünü rəndənli xırda gözündən keçirdirəm. 200 qram ət maşından xırda gözündən keçirilmiş ətin üzərinə 2 ədəd ət maşından keçirilmiş kartof, 2 ədəd soğan əlavə edirəm. Hazır yer kökünü əlavə edirəm. Qış üçün saxladığım göy soğan yarım dəstə əlavə edirəm. Şirin biber əlavə edib 150 qram çörək oxanısı əlavə edirəm. 1 ədəd yumurta, zövqə görə duz, 1 xörək qaşığı kəkli kötü əlavə edib bunları yaxşıca yoğururam. Kotletin farşı hazır olduqdan sonra qoyuram yarım saat özünü tutsun. Farşı yarım saat dinləndirdikdən sonra haşdan alıb kotlet formasına salıb soba sinisinə düzürəm. Kotletlərin üzəri yumuşaq olması üçün hər tərəfinə mayonez çəkirəm. Öncədən isidilmiş 190 dərəcəlik sobada 30-35 dəqiqə bişirirəm. Artıq kotlet bişdi, hazırdır. Xama ilə servis edə bilərsiniz. Çox yumuşaq, çox dadlı bir kotlet olur. İçərisinə də baxa bilərsiniz. Çox gözəl görünüşü var. Çox az bir ətlə hazırlanır. Dadı isə mükəmməldir. Bəyəndiyseniz siz də hazırlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Sağ olun.